Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme əccil li veliyyəkel fərəc. Məkasib kitabında qeybət bölümündən 31-ci dərsi oxuyuruq. Biz keçənki dərsimizdə bir rivayət oxuduq. Rivayət-i Sakuni. Burada Sakuninin rivayətində belə deyildi ki, Ənə kəffarətəl qeybə ən təstəğfirə limən iqtabtahu kulləmə zəkərtə. Belə bir rivayət oxuduq ki, qeybətin kəffarəsi budur ki, o şəxsi ki, onun dalıca danışıbsan, qeybət eləmisən, hər zaman o yadıva düşəndə onun Allahdan bağışlanmağını istəyəsən. Və mərhum Şeyx Murtəza Ənsari bu barədə öz fikrini bir qədərin söyləmişdi və bugünkü dərsimizdə yenə də həmən rivayət və o rivayətdən qabaq 2 dənə hədis oxumuşduq. Onların haqqında söhbət edir. Buyurur, İlla ən yudda'a zuhurəs siyaq bil bəraə. Mərhum Şeyx Murtəza Ənsari buyurdu, məgərin ki, bir şəxs iddia eləyə ki, bu rivayət, bunun siyaqı, bunun zuhuru bundadır ki, bəli, belə bir şəxs bağışlanır, artıq o qeybət olunmuş şəxsin, belə deyək, haqqı bundan bəri olur, uzaqlaşır. Əlbəttə, bu illa istisna edir o keçən dərsimizdə deyilən sözlərdən istisnadır. Qalə fi kəşfir reybə bədə zikri nəbəviyyəynil əxireyn əl-mütəarizeyn. İndi isə mərhum Şeyx Murtəza Ənsari şəhidin Kəşful Reybə kitabında, Şəhid-i Saninin Kəşful Reybə kitabında söylədiyi sözləri nəql edir. Yəni, mərhum Şəhid-i Sani Kəşful Reybə kitabında bu 2 rivayət ki, zahirdə taarruzları var, onları cəm eləyibdir. Deyilən rivayətlər hansı idi? Bir keçən dərsimizdə Sakuninin rivayəti idi. Bir də ondan qabaqki dərsimizdə 2 rivayət oxumuşduq. O 2 rivayət bildirmişdi ki, yalnız və yalnız qeybət eləyən, qeybət olunandan halallığı alsa, o şəxsin boynundan o haqq saqit olar. Amma Sakuninin rivayətində isə buyurdu ki, qeybətin kəffarəsi budur ki, qeybət eləyən, qeybət olunmuşa Allahdan dua eləsə, məğfirət istəsə, o haqq onun boynundan düşər. İndi zahirdə 2 dənə rivayət bir-birinə taarruz eləyir. Mərhum Şəhid-i Sani Kəşf-ı Reybə kitabında bu 2 rivayəti belə cəm eləyib. Deyib, nə o rivayətləri ataq, nə bu rivayəti ataq. Bəs cəmin belə eləyək. O belə cəm eləyib. Deyib ki, bir nəfərin dalıca qeybət eləsə, əgər bu qeybət o şəxsə çatmasa, onun xəbəri olmasa, onda Sakuninin rivayəti oranı deyir. Orada bu qeybət eləyən, qeybət olunmuşun günahlarının bağışlanmağını Allahdan istəsə, bu kəffarədir.
Amma o qabaqki rivayətlər ki, buyururlar, qeybət eləyənin qeybət olunmuşdan halallıq almalıdır. O surətdədir ki, bu şəxs qeybətini eləyibdir və o qeybət olunmuşa çatıbdır xəbər. O bilib ki, filan kəs dalımca qeybət eləyib. O rivayətlərdə deyir ki, bəli, bundan halallıq almalısan. Bəs iki rivayəti belə cəm eləyib. Deyim, nə o rivayəti atırıq, nə bu rivayəti atırıq. Hər ikisinə əməl eləyirik. Sadəcə bunun yeri buradır, onun yeri buradır. Bunu Şəhid-i Sani Kəşf və Reybə kitabında belə cəm eləyib. Və lakin mərhum Şeyx Murtəza Ənsari öz fikrini söyləyir. Əlbəttə, indi oxuyuruq. Qalə fi kəşf reybə bədə zikrin nəbəviyyeynil əxireyn əl-mütəarizeyn. Bəs Şəhid-i Sani Kəşf Reybə kitabında bu iki dənə axırda rivayətlər ki, nəbəvi idi. Yəni, bunlar İmam Sadiqdən idi və lakin gedib Peyğəmbərə çatırdı. Bu iki dənə rivayət ki, zahirdə də taarruzları var. Dediyimiz kimi, bir keçən dəfə iki dənə rivayət nəzərdə, bir keçən dəfə Səkuninin rivayətidir. Bir də ondan qabaq ki, dərsdə oxumuşdum. Mən ixtabə muslimən əv muslimətən ləm yəqbəlullahu salatahu və la siyaməhu ərbəinə yevmən və leylətən illa ən yəqfirəllahu sahibu. Həmən bu rivayət, bir də Səkuninin rivayəti ki, oxumuşduq. Şəhid-i Sani buyurur və yumkinul cəm beynəhuma. Bəs mümkündür hər iki rivayətin cəm eləyək, yəni atmayaq. Necə cəm eləyək? Bi həmləl istiğfaru ləhu ələ mən ləm təbluğuhu qeybətəl muxtab. Gələk o istiğfar deyən rivayəti, yəni Səkuninin rivayətini həml eləyək o yerə ki, deyək ki, o şəxsin dalıca qeybət eləyiblər. Amma ləm təbluğ qeybətəl muxtab. O qeybət eləyənin qeybəti buna çatmayıbdır, xəbər çatmayıb ona, xəbəri yoxdur. Bu surətdə fəyənbəği ləhul iqtisar ələd-dua vəl-istiğfar. Deyərik, elə bu qeybət eləyən, o qeybət olunmuşun dua eləsin, onun günahlarının bağışlanmağını Allahdan istəsin, elə kifayətləsin. Daha lazımdır ki, geçsin ondan halallıq alsın. Niyə? Ləənnə fi məhəllətihi əsarətun lil-fitnə və cəlbən lil-zəqain. Çünki geçsə ondan halallıq alsa, onun da xəbəri yoxdur. Gəlib ona desə ki, sən dalıcı qeybət eləmişəm, səni pisləmişəm, sənin eybləri açmışam. Bu səbəb olur, fitnə burada qızışsın və artıq o şəxsin qəlbində bir düşmənçilik yaransın buna qarşı. Ona görə də Səkuninin rivayəti elə bu yerə həml eləyərik, deyərik ki, bəli, burada elə ona dua eləsə, onun günahlarının bağışlanmağını istəsə, kifayət edər. Və fi hökmin mən ləm təbluğuhu, eynən deyir, o qeybət ki, ona çatmayıbdır, ki, xəbəri yoxdur onun dalıca qeybət eləyən, o şəxsin hökmündə mən, o şəxsdir ki, ləm yəqdir ələl vusul iləyhi, ləm yuqdər ələl vusul iləyhi. Qudrət yoxdur ki, o şəxsə bizim əlimiz çatsın. Onun hökmündədir. Məsələn, ləmavtin, məsələn, o şəxs ölübdür. Danışıbsan o şəxsin dalıca, qeybət eləmişsən, o ölüb. Av qeybətin, ya gedib başqa bir ölkəyə, sən onu tapa bilmirsən. Elə eynən bunda da deyərik ki, elə buna dua eləyəcək, bunun günahların bağışlanmağını istəyəcək və kifayət eləyər. Səkuninin rivayətini bu yerlərə həml eləyərik. Amma o rivayətlər ki, qabaqda oxumuşduq, onlar deyirlər, yox, gərək o şəxsdən halallıq alasan, halallıq almasan, o haqq boynundan düşməz. Onları hara həml eləyək? Buyurur və həmlül muhallə ələ mən
yumkinu təvəssül ileyhi mə buluğihil qeybə. Deyərik, o rivayətlər də o surəti deyirlər ki, indi bir nəfərin dalıca danışıbsan, qeybət eləmisən və sənin ondan halallıq almağa da mümkünün var. Və eyni zamanda o şəxs də bilir ki, sən onun qeybətini eləmisən. Bəli, onda da get ondan halallıq ala. Halallıq al. Bunu Şəhid-i Sani Kəşf-ül Reybə kitabında bu iki rivayəti belə cəm eləyibdir. Deyib, o rivayət bura şamildir, bu rivayət də bura şamildir. Mərhum şeyx buyurur, əqul. Mərhum şeyx buyurur ki, ehtiyac yoxdur bunları deməyə. Niyə? Deyərik, burada halallığın iki yolu var. Bir yolu budur ki, gedəsən şəxsdən halallıq alasan. İkinci yolu budur ki, deyək ki, o şəxsə dua eləyəsən və onun günahlarının bağışlanmağını istəyəsən. Burada nə eybi var ki? Deyərik ki, bu şəxsin iki yolu var. Bir ondan birbaşa halallıq almaqdır. Bir də ona dua eləmək, onun günahlarının bağışlanmaqdır. Burada rivayətin zahiri heç bir-birindən ixtilafı yoxdur. Deyərik, bu müstəqil bir yoldur, o da müstəqil bir yoldur. Və lakin, mərhum şeyx buyurur, əgər Səkuninin rivayətini səhih bilsək. Çünki Səkuni bir ravidir ki, onu çoxları mötəbər bilmir. Ona görə də mərhum şeyx buyurur, əqul, insəhhə nəbəviyyil axir sənədən, əgər axırıncı bu nəbəvi rivayət, Səkuninin rivayətini biz sənəd baxımından onu səhih bilsək, fəla maniyənil əməl bey, ona əməl eləməyin heç bir maniyəsi yoxdur. Becəlihi təriqən iləl bəraə mutləqa fi müqabiləl istibra. Deyərik ki, elə bu bir dənə yoldur, o şəxsin haqqını boynundan salmaq üçün özü də mütləqa istəyir, ona xəbər çatsın, istəyir çatmasın. İstəyir o bilsin ki, sən onun dalıca qeybət eləmsən ya bilməsin. Fi müqabiləl istibra, o biri rivayətin müqabilində. Deyirik, bu bir yoldur. Və illa yəni nə? Yəni, əgər səhih bilməsək Səkuninin rivayətini, təəyyənə tərhuhu, təyin olunar ki, o rivayəti biz ataq, zəifdir. Və rucu iləl əsl, əslə müraciət eləyək. Əslə də müraciət eləyəndə o şəxsin haqqı boynunda qalır. Qaldıqda geri halallıq alasın. Lə itlaqil əxbaril mütəqəddimə, çünki qabaqki rivayətlər də mütləqdir. Mütləq də yəni nə? Deyir, halallıq al. Biz də şək eləyirik ki, indi gəlmirsən bir nəfərin dalıca qeybət eləmirsən. Onun haqqı saqit olub ya olmayıb, əsl budur onun haqqı qalır. Və rivayətlər də buyurdu, fəstahillə vəs onun halallığını al. Onda gedib o rivayətlərə əməl eləyərik, halallıq alarıq. Mərhum Şeyx Murtəza Ənsarinin də rəyi bu barədə budur. Amma yenə də başqa rivayətlər var bu barədə. İnşallah gələn dərsimizdə oxuyarıq. Elhamdülillah.